Növbəti məsələ Ramazandan qəza qalıbsa, o biri Ramazana gecikdirmək məsələsidir. Məsələn, bir insan deyək ki, bu Ramazanda yəni üzürlü səbəbdən, xəstəlikdən və s. hansısa bir səbəbdən qəzası qaldı. Müəyyən qədər gün. Və o bu Ramazanın qəzasını gələn Ramazana qədər gecikdirə bilərmi? Gələn Ramazana qədər gecikdirə bilərmi? Elm əhli buyurur ki, gecikdirmək icazəlidir. Gələn Ramazana qədər gecikdirmək icazəlidir. İl ərzində bir Ramazandan o birisi Ramazana 1 ildir. Yəni 11 ay. O 11 ay ərzində istənilən vaxt tuta bilərsən, gecikdirə bilərsən o birisi Ramazana qədər. Lakin əfsəl olan elm əhli deyir ki, tələsmək daha əfsəldir. Necə ki, Ali İmran surəsinin 133-cü ayəsində Allah subhanahu wa ta'ala buyurur ki, وَسَارِعُوا إِلَى مَغْفِرَةٍ مِنْ رَبِّكُمْ. Yəni, Rəbbinizdən olan məğfirətə, yəni bağışlanmağa tələsin. Ona görə də xeyir əməldə tələsmək lazımdır. Lakin icazəlidirmi? Bəli, icazəlidir. Lakin burada alimlər bir şərt qoyublar ki, o birisi Ramazana yetişməsin. O birisi Ramazana yetişməsin. Və alimlər bu icazəni də ittifaqla qeyd ediblər. Və Buxarın Müslimin rəvayət etdiyi bir hədisdə buyurur ki, كَانَ يَكُونُ عَلَيَّ الصَّوْمُ مِنْ رَمَضَانِ فَمَا أَسْتَطِيعُ أَنْ أَقْضِيَهُ إِلَّا فِي شَعْبَانِ. Və Ayşə radiyallahu anhədən gəlir ki, deməli, mənim üzərimdə Ramazanın qəzası var idi. Və mən onu deməli, qəza etməkdən aciz idim. Mən onu ancaq Şaban ayında qəza edə bildim. Yəni, Şaban Ramazana 1 ay qalmış. O biri Ramazana 1 ay qalmış qəza edib. Və bu da onu göstərir ki, heç bir problem yoxdur. Yəni, deməli, bu Ramazandan qəza qalıbsa, digər Ramazanın girişinə qədər onu yerinə yetirə bilərsən, qəza ödəyə bilərsən.